Salam əziz müəllimlər, 17 iyun tarixində keçirilmiş sertifikasiya imtahanının ədəbiyyat suallarından bir nümunənin izahına baxacağıq. Sualın şərti belə idi ki, verilmiş əsərlər və obrazların xüsusiyyətləri nəzərə alaraq uyğunluğu müəyyən edin. Deməli, Əli Kərimin bircə dəqiqə qələmi seçək. Əli Kərimin Qaytar ana borcunu şeiridir. Biri. Hamısında ana obrazından söhbət gedirdi. Burada da ana, burada da ana, burada da ana. Hər üç anaya aid. Yalnız birinə aid xüsusiyyəti istəyir. Burada ikisinə, aşağıda da üçünə. Əsər qonşusunun müraciəti ilə başlayır. Heç birində qonşunun anaya müraciəti ilə başlamır. Qonşusuna müraciətlə başlayır desə, hardasa keçən ilin son gecəsinə aid edə bilərdi, amma yenə də qonşunun anaya müraciəti ilə başlayan heç biri yoxdur. Yalnız birinə də aid deyil ümumiyyətlə. Ona yad olan adamın sözlərindən təsirlənir. Bu təkcə keçən ilin son gecəsindəki ana obrazına aiddir. Postalyon Bəşir gəlir, övladların etibarsızlığından danışır. Onun sözləri anaya da təsir edir. Ona görə bu təkcə birinə aid edə bilirik. Bu anaya aid deyil, təkcə buna aiddir. İkini götürürük. İkisinə aid xüsusiyyət. Övladından neçə aydır xəbər almır. Bəli, bu Hüseyn Caviddəki ana ilə Qaytar ana borcunu şeirindəki ana obrazına aiddir. İkisinə aiddir. Üçüncüyə aid deyil keçən ilin son gecəsindəkinə. Ona görə götürə bilirik biri də. Şad gününü övladları ilə keçirmək istəyir. Bu, keçən ilin son gecəsindəki anaya aiddir. Yeni ilin son gecəsinin, daha doğrusu ötən ilin son gecəsinin övladları ilə keçirmək istəyir, amma hərəsi bir bəhanə ilə çıxıb gedir, ona görə tək qalır. Bu, yalnız birinə aid xüsusiyyətin altında. Burada verilsəydi götürə bilərdik, amma yanlış yerdə verilib, götürmürük bunu. Üçünə aid xüsusiyyətə baxaq. Övladından incir, qonşularına övladı ilə bağlı şikayət edir. Qonşularına övladı ilə bağlı şikayət etmək yenə də heç birinə aid deyil. Amma övladından incimək üçünə də aiddir. Keçən ilin son gecəsindəki ana övladlarından hamısından incir demək olar. Onu tək qoyduqlarına görə qəlbində incir. Hüseyn Caviddəki ana ilə Qaytar ana borcunu şeirindəki ana onların elə biz əsərdən tək bir oğlunun olduğunu görürük. O da incir onlardan. Deməli, buradan biri götürdük. Sonra ikisinə aid xüsusiyyətdən yenə də biri götürdük. Birinə aid xüsusiyyətdən də ikini götürdük.